əlavə də, yenə də təkrar deyirəm, mənim səsim də, mənim özüm də, mənim sevənlərim də bu indiki zamanda lazımdır və var deyə mən özümlə fəxr edirəm. Yəni bunun kimsə səsi yoxdur, ay oxuya bilməz, ay nə bilim mən gedərəm, qalaram, nə bilim. Vallahi hər kəsin öz işidir. Yox, manat gedər, manatı sızat. Manat demək ki, indi əslisi oxusa, əslisi. O bilir ki, sənin səsi heç onu manat deyil, mən oxuya bilmərəm. Filan bilirdi o, mən ağır muğamdır. Ondan belə başlayır. Yox, onu oxuyacaqsa, yəni gözü bir hesabla, bir şey tamamlasın. Bir dəqiqə deyəm, onlar tamamlasın, buyur. Tabii, çox xahiş edirəm. Yenə də deyirəm, çünki sözlər qısa kəsiləndə heç kəs... Fikri tamamlaya bilmirsən, buyur. Tamamlamadığıma görə artıq içimdə sinir yaşayıram. Ona görə də bunu mütləq deməliyəm. Bir daha deyirəm, əziz müğannilər, əziz bəzi aparıcılar, bəzi musiqiçilər, Şahnaz muğamını ümumiyyətlə bəzi nə aparıcı, nə bəzi musiqiçi, nə bəzi müğanni Şahnaz muğamını heç ümumiyyətlə dinləməmişdir. Yenə mənim sayəmdə gəldilər, dinlədilər, qulaq asdılar, efirlərdə böyük bir Şahnaz muğamı adıyla paylaşımlar etdilər. Yəni indiyə qədər Şahnaz muğamına hansı bu bəzi müğannilər, musiqiçilər, aparıcılar dəyər verirdi? Kim dəyər verir? Çıxardır orada göstərirlər ki, Şahnaz muğamını gör, hansı muğam ifaçısı səsləndirir, gör nə gözəl oxuyur. Yenə də deyirəm, mən muğam ifaçısı deyiləm, olmaq da istəmirəm. Zaten mən olduğum yeri sevirəm, getdiyim yolumu sevirəm. Mən əvvəldən oxusaydım, muğam ifaçısı olardım. Niyə də olmuyum? O deyirlər ki, uşaqlıqdan yaranır. Ümumiyyətlə, doğulanda insanda bu musiqi duyumu. Əslində, xanəndənin uşaqlıqdan olmalıdır ki, oturursun sən səslə.